Salam. Bu videoda Demidoviçin Riyazi Analizdən Məsələlər və Misallar kitabından limitə aid bir sualın həllini verəcəm. Sualın şərtini görürsünüz. Deməli, limit x sıfıra sağdan yaxınlaşanda x üstü x bu limiti hesaplamaq lazımdır. Bunu biz təbii ki x'in x sıfıra sağdan yaxınlaşanda x sıfırın sağında x üstü x təyin olunub. Amma soldan yaxınlaşanda təyin olunmur. Çünki bəzi mənfi ədədlərin üstə kəsr olunmur falan, elə problemlər olur. Amma əgər x müsbət ədəddirsə, sıfıra sağdan yaxınlaşsa x müsbətdir. Deməli x üstü x-in mənası var. X sıfıra sağdan yaxınlaşır. Bunu mən deməli y üstündə ln x üstü x kimi yazacağım. Buradan limit x sıfıra yaxınlaşır sağdan. Y üstündə loqaritmanın xassəsinə görə bunu x ln x kimi yaza bilərik. Və y üstü t funksiyası kəsilməz bir funksiya olduğuna görə bu y üstündə limit x sıfıra yaxınlaşır sağdan x ln x olar. Hesablayırıq indi yuxarıdakı limiti. Deməli y üstündə limit x sıfıra yaxınlaşır sağdan. Bu olacaq. Belə yazacağım bunu. ln x bölünsün 1 bölü x kimi yazacağım. Və bu limiti hesabladığım zaman da L'Hopital teoremini tətbiq eləyəcəm. X sıfıra sağdan yaxınlaşanda ln x mənfi sonsuzluğa yaxınlaşır. 1 bölü x də müsbət sonsuzluğa gedir. Yəni sonsuzluq olur hər ikisi də. Ona görə teorem ala bilərəm L'Hopital teoreminə görə. X sıfıra sağdan yaxınlaşanda sürətin törəməsi verəcək bizə 1 bölü x. L'Hopital teoremi tətbiq edirəm. Burada olacaq mənfi 1 bölü x kvadrat. Və bu bizə verəcək y üstündə limit x sıfıra sağdan yaxınlaşanda mənfi x. O da təbii ki 0 olur. Bu da bizə 1 verəcək. Deməli, verilən limit 1 imiş. Sualın həlli də bitdi. Növbəti videoda görüşərik. Sağ olun.